Hər vaxtınız xeyirli olsun dəyərli əqrəblər. Başlıqdan da gördüyünüz kimi qarşıdan gələn il haqqında sizə məlumat və proqnozlar verəcəyik. Amma sizə xüsusi olaraq bu proqnozları hazırlamışıq. Kanalımızdan bildiyiniz kimi, yaxud da biləcəyiniz kimi, çünki bundan sonra da məlumatlar olacaq. İlin qəhrəman bürcüsüz, 2026-cı ilin, at ilinin. Çünki aparıcı planet Marsdır, əsas qəhrəman iki bürcdür. Əqrəb, birinci əqrəb, sonra Qoç bürcü. Niyə birincisiz? Çünki Mars əqrəblərin gündüz evidir. Yəni əsasən gündüz insanlar aktiv olur. Gecə evi isə qoçlardır. Ona görə siz bir köynək, necə deyərlər, yarı zarafat, qoçdan irəli olacaqsınız. Yəni ilin aparıcı bürcü, komandan bürcü sizin olmağınız o deməkdir ki, digər zodiak işarələri ilə müqayisədə il ərzində siz hamıdan enerjili, hamıdan şanslı və hamıdan güclü olacaqsınız. Bəzən deyirlər insanlar, ay nə bilim, öz bürcüm mənə düşmədi, öz ilim mənə düşmədi. Çünki o ilin oyun qaydaları var, xarakteristikası var, tələbləri var, həmçinin bürcün. Bax, siz də indi deyəcəyim, birazdan proqnoz da deyəcəm, amma gəlin əvvəl at ilini sizə təhlil edeyim ki, oyun qaydalarını biləsiniz, ona müvafiq addımlayasınız. Yəni şanslı, güclü və enerjili deyirəm, amma buna gərək özün də cəhd eləyəsən, özün də o yığdığın təcrübə, dünya görüşü, ətrafındakı sağlam adamlar, təbii ki, sağlamdırsa, sağlam deyilsə bəzən o deyilən proqnozlara biz gedib çata bilmirik. Proqnoz alın yazısı deyil, qarşımıza qoyulan bir xətdir, bir istiqamətdir, bir yöndür. Biz onun formasını, əhəmiyyətini, mahiyyətini biləndə gedib onun, necə deyərlər, sonuna varırıq. Amma gəlin əvvəl at ilini təhlil eləyək. Xüsusən də əqrəb bürcü həm də at ilindəndirsə, onlar üçün ümumiyyətlə parlaq bir il olacaq. Şanslarınız bol olsun, nə deyim. Amma gəlin əvvəlcə atla tanış olaq, necə deyərlər. Qısa toxunacam, amma ayrı videolarımızda, canlı yayımlarımızda bu barədə ilin sonuna qədər xeyli məlumatlarımız olacaq və əminəm ki, hamıdan çox bu məlumatları ilin komandan bürcü kimi əqrəblər izləyəcəklər. Başlayaq. Deməli, qarşıdan gələn od ünsürlü qırmızı at ilidir. Astronomik cəhətdən 2026-cı ilin 17 fevralında başlayacaq. Çünki yanvarın 1-də başlayan miladi təqvimdir. Bu da xristianlara aiddir. Amma Çin təqvimindən söhbət gedirsə, su tökən bürcünün, yəni Dolça bürcünün ərəfəsində başlayır. Yəni 20 yanvardan 18 fevrala qədər olan ərəfədə təzə ay doğanda Yupiter gəlir öz başlanğıc nöqtəsinə. Bu Yupiter təqviminə görə də bax bu cür başlayır. 17 fevralda başlayacaq. Astroloji mənbələrə görə at ilinin üzərinə düşən başlıca vəzifə milli, dini və mistik məsələlərin həllidir. İnsanları narahat edən qlobal problemlər, dünyanın gərdişi, insanların vəhdət halında birləşməsi, vətənimiz, doğma yerimiz olan yerin qorunması 2026-cı ilin əsas öhdəliklərindən olacaq. Bir amili də nəzərinizə çatdıraq ki, at ilində daha çox öz yolu olan konkret məslək daşıyıcıları, ədalət tərəfdarları, yüksək bilik sahibləri, incəsənətlə məşğul olan xadimlər, sonra ilahi missiyaya xidmət edənlər, bir sözlə ədalətə və Tanrıya sığınanlar üçün uğurlu keçəcək. Və at o adamlara zərbə vuracaq ki, onlar daha çox mənfi işlərlə məşğuldurlar. Mən belələrinə iblisin əskərləri deyirəm. Bax, o adamlara daha çox zərbə dəyiləcək. Çünki magiya, qara işlər, gizli işlər, insanların sağlamlığına, mənəviyyatına təsir eləyən fəaliyyətlə məşğul olanlara ən çox zərbə dəyir at illərində. Məsələn, ötən ilan ilində belə deyildi. Onlara daha çox şərait yaradılırdı. Yəni ilan ilinin xarakteri belədir. Amma at ili kəskin şəkildə onların qarşısına sipər çəkəcək. Yalançıların, qarğış sahiblərinin, xəyanətkarların, böhtancı və rüşvətxorların, cadügər və fal açanların üzü gülmür belə illərdə. Xalqını, millətini talayanlar, başqalarının əməyini istismar etməklə özünə kəhkəşanlı, belə təmtəraqlı villalar, evlər tikdirənlər, insanları qorxu içində saxlayanlar, yəni belə adamlar acı aqibətlə üzləşəcək. Ötən dövrlərin söz gedən illərində, yəni ötən at illərində, 12 ildən bir təkrarlanan at illərində həddindən ziyadə təşvişli, belə qarışıq, bəzən qanlı hadisələr, enişli yoxuşlu
olaylar olur. Bəzən buna görə insanlar at ilinin gəlişini təşvişlə, təlaşla qarşılayırlar. Amma onlar təbii ki, bizim qədər o tarixi xronologiyanı araşdırmırlar, yaxşı hadisələrə sanki göz yumurlar, ancaq pis şeyləri yadda saxlayırlar. Əslində qorxmağa əsas yoxdur. Mən bütün çıxışlarımda da deyirəm ki, mənim ən belə məni rahat, məni qane eləyən il 2026-cı ildir. Yəni bunu mənim deməyə əsasım var. Həm də at illərinin bir müsbət cəhəti də odur ki, yolu, istiqaməti düz olan insanları qəfil yüksəlişlərə qaldırır. Bəlkə də həyatın dibindədir, çabalayır, ümidsizliyə düşmür. Düşməyənlərdən gedir söhbət. Yəni yorulur, amma onlar bu at illərində onlar pərvazlanırlar, yüksəklərə qalxırlar. Bəzən yüksəkdə olub o Allahını unudanlar, Tanrı eşqini ürəyindən çıxardanlarda da qəfildən eniş olur. Həyatın dibinə düşürlər. Necə ki, tutaq ki, biri bir nazirdir, ya icra başçısıdır, ya hansısa bir məmur, böyük məmurdur. Onların da aşağı düşdüyünü şahid olacaq özünüz. Yəni bunu görəcəksiniz. Yəni bax, təxminən at il haqqında sizə deyəcəklərim bu qədərdir. Amma yenə deyirəm, digər verilişlərimizdə yaxın günlərdə daha geniş, ətraflı, ictimai-siyasi baxımdan da at ilinin təhlillərini görəcəksiniz. Yenə deyirəm, əqrəb büçürlər bütün videolarımıza baxsın ki, onlar gələn ilə tam silahla, sursatla, məcazi mənada, yəni hazır olsunlar. İndi keçək proqnozlara görək, komandan olduğunuz bu il 2026-cı ildə at ilində sizlərin qarşınızda nələr olacaq? Bu il baş verən hadisələr o qədər zəngin və sürətlə hərəkət edəcək ki, atın sanki nə vaxt ötüb keçdiyini bilməyəcəksiniz. Yanvar ayında fəaliyyət dairənizi genişləndirmək istiqamətində etdiyiniz cəhdlər boşa çıxsa da, ruhdan düşməyə lüzum yoxdur. Çünki vaxtı yetişməmiş işlərə tələsik yanaşmaq yalnız zərərinizə ola bilər. Buna baxmayaraq, fevralın ikinci yarısından başlayaraq müştərək biznes sahəsində çoxsaylı və ardıcıl uğurlarınız olacaq. Hətta nəticə sizi qane etdiyindən paralel fəaliyyətə də həvəs göstərəcəksiniz. Buna sizin enerjiniz, imkanınız çatacaq. İlin birinci yarısında tək başına hansısa karyeraya yetişməyiniz inandırıcı deyil. Mütləq sizə dəstək verənlər, tərəfdaşlar olmalıdır yanınızda. Bəzən insan tək başına etmək istəyir. Bu il sizə o ilin birinci yarısında çətinlik olacaq. Atın himayədarlıq etdiyi dövr bürcünüzün dinə, imana gəlməsində də əhəmiyyətli rol oynayacaq. Hətta aranızda qatı ateist olanlar varsa, bu arada ola bilər ibadətə başlasın artıq yavaş-yavaş o, yəni ruhun kamilləşməsi dönəmi olacaq. Bu çox yaxşı şeydir əslində. Onda adamda təmkin olur, hadisələrə sakit yanaşım olur və ümid artır, azalmır. Bu il qazancınız artsa belə bir qədər qənaətcil olmağınıza ehtiyac olacaq. Şəxsi büdcənizi qorumaq başlıca vəzifələrinizdən biridir bu il. Çalışın ki, sevgi məsələlərində də amansızlığa, egoistliyə yol verməyəsiniz. Yəni, qarşı tərəflə nüfuz, yaxud da o təkəbbür yarışması aparmayasınız. Ego kimi hisslərdən uzaq olasınız. Yoxsa ayrılıqlar ola bilər, münasibətlərin pozulması ola bilər, işinizin gedişatında müəyyən axsamalar yarada bilər. Yəni, hər kəsə sevgi ilə, gözəlliklə, qarşı tərəflə anlaşıqlı şəkildə münasibət bəsləmək də ilin əsas aparıcı vəzifələrindən biri olmalıdır sizin üçün. Eyni zamanda mart, iyul və oktyabrda müəyyən ciddi rəqiblərlə rastlaşma ehtimalınız olacaq, amma onların hamısını yenəcəksiniz. Çünki bu il sizdə uduzma ehtimalı yoxdur. Təbii ki, özünüz ciddi səhvə yol verməsəniz. Və dediyim kimi 2026-cı ilin himayədarı sizin planetdir, Marsdır və bu da yenə deyirəm, sizin əlinizdə rıçaqların daha güclü olmasına zəmin yaradır. Belə, məndən də bu qədər dəyərli əqrəblər, diqqətinizə görə sağ olun. Nəzərə alın ki, bizim kanalda tək illik yox, həftəlik, aylıq, günlük proqnozlar da verilir. Bəzən olur insan günlük planları qurmaq istəyir, yəni ümumi illikdə onu tapa bilmir.
yaxud da həftəlik, yaxud da aylıq proqnozları izləmək istəyir. İndi biz burada deyirik, mart ayında tutaq ki, rəqiblərlə rastlaşma ehtimalı var. Amma mart ayının özünün proqnozu olanda onun içindəki xırda detalları belə nəzərdə saxlamaq olur. O daha yaxşı kömək edir. Ona görə də onları çalışın həmişə izləyin. Əgər aranızda abunə olan varsa, elə öz komandan olmanız xatirinə abunə olun. İl boyu sizin himayənizdə yaşayacaq. Köməyiniz dəysin bizə. Belə, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq, həftəlik, günlük, illik proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.